2024-də dekabrın 30-u təzəl günüsü mənim uşağımı dostunla baravar Sinan Şərifov, Elçin Binnətov hər ikisi yol keçərkən yüksək sürətlə yolu gedib içkili olub, dumanlı olub, uşaqlarımızın ikisini də öldürüb. Hərəsini vurub 30 metr irəli tulluyub. Uşaqlarımız olub qırıq-qırıq. Mənim tək evladım idi. Mənim uşağım əsgər çağırırdılar. Məktəbli uşaq idi, qol çəkmişdi əsgərə getməyə. Mənim uşağımın qanını yerdə qoymaq istəmirəm. Mənim ədalət, hökumət, qanun nədirsə düzgün qərar versin. Bu gün mənim başıma gələn hadisə sabah kiminsə başına gəlməsin. Bu dövlət elə vicdansız dövlət olub ki, 2 uşağı öldürüb, 3 il cəza verirlər. Bu harda, hası hakimdə, hası qanunda var. Bu gün mənim uşağım eləyib. Sabah başqa gürcününkini eləyəcək, Pürsün ermənininkini eləyəcək. Nəyə görə? Onun arxası var. Qolu uzun olanlar var arxasında, böyüklər qohumlarıdır. Təzə prezident qohumudur. Deputat, köhnə deputat qohumudur. Vəkili qohumudur. Hakim qohum çıxdı, arxalı çıxdı. Hamısının kimisə arxası var deyə hamının balasını öldürməlidirlərmi? Nəyə görə bu cür ədalətsiz oldu? Mən duran deyiləm. Apellyasiya hakimlə qərarlaşmadım, razılaşmadım. Apellyasiya məhkəməsinə verdim, yazdım ərizəmi, göndərdim. Oradan da bəlkə arxası əli zonanlar da olsa, yenə verəcəm ondan yuxarıya Verxoma verəcəm. Verxom da yenə prezident də hara getsəm bilirəm ki, əli uzunluq oraya da qolu çatacaq. Hara, bundan xəbərim də var ki, orada da pul oynayıb. Hara getsə yuxarı Avropaya da verəcəm. Mən şəxsən, ana olaraq, biz ana olaraq, mənim uşağımı ki, harada öldürüblər, o yolu kəsəcəm. Qoy gəlsinlər, məni də öldürsünlər. Bu Gürcüstana gör ki, olsun ki, devlət nətər devlətdir. Ölümün, rüşvətxorun, pulun, qolun gücünə devlətdir. Biri yerində ölmüşdü, ikincisi biraz sağ idi. Yarım saata skoru gəlib o birisini 2 şapalaq vuranı aparıb maşının içinə soxub. O yerdəki yaralıyı, o nəfəsi üstündə xırlayanı niyə aparmıyırdı, niyə kömək eləmiyirdi? Təhqir olunub. Orada o sürətlə gedib ki, o uşaqları qırıq-qırıq eləyib. Təsəvvür eləyin, gör, ona 3 il verirlər. Bu uşaqların qılçaları arxasında dururmuş. Qırıq-qırıq eləyiblər. Boynunu qırıb, belli qırıb, baldırlarını qırıb. Nə yaxşı onları ekspert hamısını yazır. Onun içkili olduğunu, o sürətdə olduğunu demir. Ekspert də ədalətsiz olub. O da vicdansız olub. Olanı yazmır. Təcili yardım maşınını niyə çördük? Mən şəxsən anası olaraq orada olsam o maşını yandırardım. Heç oradan sağ qoymazdım gedə. Mənim uşağımı ki, bizim uşaqlar ki, yerdə yaralı dura-dura. 2 dənə adam döyüşüb, 2 şapalaq dəyəni aparıb maşının içinə soxur, skor onu. Ona kömək eləyir. Yerdəki avariya olub, vurulana kömək eləmir, skoru aparıb 2 şapalaq vuran. Ona görə də millət çördük. Yəni ki, bu elə bir devlətdir ki, pulla əlaqədərdir. Yəni, pulu olmayanı bu hökumətdə sözü keçmir. Pulu olmayan salmır bu hökumətdə. Ancaq sud otağına girərsən, hər yer ədalət tərəzisidir. Ədalət tərəzisidir, hər yerə baxırsan. Budur mu hökumətin ədalət tərəzisi? Ədaləti beləmi düz qanunu var hökumətin? Budur mu düz qanunu hökumətin? 3 il. 2 yekə, 17 yaşlı, 16 yaşlı ölən evladlara 3 il cəza verilir. Onda hamı bir-birini belindən ağrı yarsın ki, yəni hökumət bu qədər verir. Da nə var ki, da insan ölümü heç nə olub. Bizi bir dəfə şəhərə çağırdılar, prokurorluğa çağırdılar.
Biz getdik, orada prokurorluqda dedilər ki, ən azından 7 ildən 10 il arası buna cəza düşür. Gənə nə tərcüməçi, nə söz haqqı heç kimə verilmədi. Ancaq beləcə durduq, baxdıq. Heç bir adın qoydu 3 il. 3 il cəzan var. Onlar da sönmüş, çıxdılar, getdilər. Hardadır bu qanun? Hansı dövlətdə var bu qanun? Biz də bilmək istəyirik. Burada pul oynadı. Doyunca pul oynadı bunların arasında. Onca da qanun bu yerə gəldi, çıxdı. Yəni ki, başda oturanların hamısı pulaş deyirlər, rüşvətxorluq eləyirlər hamısı. Yəni, insanın qanı, ahı, nədir? Bu qədər.